Salam, bugün mən sizə növbəti video dərsimizi qeyd edəcəyim. Adalar haqqında məlumat verim. Keçən video dərsimizdə materik mənşəli adalar, deməli Sakit Okean, Atlantik Okeandakı və vulkanik mənşəli adalar, yenə də Sakit Okean, Atlantik Okean və mərcan mənşəli adalar, Sakit Okean və Atlantik Okeandakı adalar haqqında məlumat vermişəm. Kanalıma abunə olub həmən video dərslərə baxa bilərsiniz. Və mərcan mənşəli adalardan Bermud adası və Barbados adası qalmışdı. Və bu adalardan başlayaraq Şimal Buzlu Okeandakı, Hind Okeandakı materik mənşəli adalar və Hind Okeandakı vulkanik mənşəli, mərcan mənşəli adalar haqqında məlumat verəcəyəm. Deməli, Bermud adaları, Bermud üçbucağı Atlantik Okeanın şimalında, Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya şeytan dənizi kimi tanınan Bermud üçbucağı okean təqribən yarım milyon kvadrat mil, 1,2 milyon kvadrat kilometr sahəni tutur. Və gəmilərin, qayıqların, təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Xəritədəki yerinə baxaq. Barbados adaları Mərkəzi Amerikada Karib hövzəsi və ya West Hinddə yerləşən dövlət, Kiçik Antil adaları qrupunda eyni adlı adada yerləşir. Şimaldan cənuba maksimum uzunluğu 34 km, qərbdən şərqə isə 23 km, sahəsi 432 kvadrat kilometrdir. Əhalisi 287 min nəfərdir. Paytaxtı və mühüm portu Bridgetown şəhəridir. Dövlət dili ingilis dili, pul vahidi Barbados dollarıdır. Yəni, eyni adlı adada həmçinin Barbados dövləti yerləşir. İspan dilindən tərcümədə saqqallılar deməkdir, yəni adının mənası. Avropalılar Barbados adasına gələnə qədər adada Hind tayfalarından olan Aravaklar və Kariblər yaşayırdı. 1628-ci ildə Barbadosun müasir paytaxtı olan Bridgetown şəhərinin əsası qoyulmuşdur. Frans İyosif torpağı yerləşən arxipelag, Rusiyanın Arktikada yerləşən ərazisi inzibat cəhətdən Arxangelsk vilayəti Primorsk rayonu ərazisinə daxildir. Arxipelag 192 adadan ibarətdir. Ümumi sahəsi 16.134 kvadrat kilometrdir. Coğrafi koordinatları 80 dərəcə, şimal enliyi 54 dərəcə, şərq uzunluğu. Rusiya ərazisi sayılır. Və Frans İyosif torpağı haqqında məlumatlar burada qeyd olunmuşdur. Videonu saxlayıb ətraflı oxuya bilərsiniz. Spitsbergen və həmçinin Svalbard demək qeyd olunur. Şimal Buzlu Okeanında yerləşir. Burada coğrafi koordinatlar verilmişdir.
Bu, yer kürəsində ən şimalda yerləşən inzibati mərkəz hesab olunur. Arxipelag və ətraf zona hərbsizləşdirilmiş ərazidir. Burada ümumi sahəsi qeyd olunmuşdur. 61.022 kvadrat kilometr. Əhalisi 2668 nəfər. Norveçə məxsusdur. Coğrafi koordinatları 58 dərəcə şimal enliyi, 15 dərəcə şərq uzunluğunda yerləşir. Kosmosdan çəkilən şəkli. Yeni Torpaq adası, Şimal Buzlu Okeanında yerləşən arxipelag, Qara dəniz və Barents dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti Novaya Zemlya rayonuna daxildir. Coğrafi koordinatları 74 dərəcə şimal enliyi, 56 dərəcə şərq uzunluğu. Rusiyaya məxsusdur. Yeni Sibir adaları Rusiyaya məxsus arxipelag, Şimal Buzlu Okeanında Laptevlər dənizi ilə Şərqi Sibir dənizi arasında yerləşən arxipelag. Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Sahəsi 38.400 kvadrat kilometr. Coğrafi koordinatları 75 dərəcə şimal enliyi, 145 dərəcə şərq uzunluğunda yerləşir. Ən böyük adası Kotelny adasıdır. Və adanın fauna və florası haqqında məlumat qeyd olunmuşdur. Qütb laləsi, qaymaq çiçəyi, daşdələn, yastıq otu kimi bitkilər yayılmışdır. Və şimal maralı, qütb tülküsü, leming, ağayı, quşlardan arxipelagda qütb bayquşu, ağ kəklik kimiləri göstərmək olar.
Rusiyanın şimal-şərq ucunda Çukot Muxtar dairəsində yerləşir və Şərqi Sibir dənizini Çukot dənizindən ayırır. 2004-cü ildə UNESCO tərəfindən Ümumdünya İrs saytı elan edilmişdir. Və Rus kəşfiyyatçısı Ferdinand Petroviç Vrangelin adını daşıyan adanın eni 125 kilometr və səthi 7300 kvadrat kilometrdir. Dünyanın sonuncu mamutunun burada öldüyü məlumdur. Rusiya ərazisi hesab olunur. Kanada Arktik arxipelaqı dünyanın iri arxipelaqlarından biri, 1,4 milyon kvadrat kilometr sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. Materikin şimalında yerləşir. Ən böyük adası Baffin torpağıdır. Və Kanada Arktik arxipelaqındakı adalar Baffin torpağı, Victoria adası, Ellesmere, Banks, Devon və s. Bir neçəsi haqqında daha ətraflı məlumat verim və xəritədə yerini göstərək. Koordinatlarını qeyd edək. 75 dərəcə şimal enliyi, 100 dərəcə qərb uzunluğunda yerləşir. Barbour piki 2616 metr. Ellesmere, Nunavut vilayətini və Kanada Arktik arxipelaqının ən hündür nöqtəsi. İqlimi çox sərtdir. Sahil ərazilərində əsasən tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini Arktik səhralar təşkil edir. Əhalisinə qeyd etdikdə Eskimoslar burada məskunlaşmışdır. Ümumilikdə arxipelaqda 14.000 insan yaşayır. Və Eskimoslar haqqında burada məlumat qeyd olunmuşdur. Arktik ərazilərdə əsasən Eskimoslar yaşayır. Digər qohum xalqlar aleutlar hesab olunur. Eskimos sözü çiy yeyən, yəni hindi qəbilələrindən olan benaklara və atabasqlara aiddir. Yupik və Inuit olmaq üzrə iki ana qrupa ayrılırlar. Baffin torpağı Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 478 min kvadrat kilometrdir. Atlantik okeanda yerləşir. Baffin torpağında yerləşən Netilling gölü dünyada adada yerləşən ən böyük göldür. Coğrafi koordinatları 69 dərəcə şimal enliyi, 72 dərəcə qərb uzunluğunda yerləşir. Kanadaya məxsusdur. Victoria adası yenə də Kanada Arktik arxipelaqında daxildir. Kanadaya məxsusdur. İnzibati cəhətdən Kanadanın Nunavut və şimal-qərb əraziləri vilayətinə daxildir.
Viktoria adası coğrafi koordinatlarına baxaq. 71 derəcə şimal eni, 110 derəcə qərb uzunluğunda yerləşir. Ellsmere adası Kanadanın ucqar şimalında yerləşən Kanada Arktik arxipelagına daxil olan ada, Kraliçə Yelizaveta adaları qrupuna daxildir. Nunavut vilayətinin Kikitani ərazisində yerləşir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhəddi keçir. Coğrafi koordinatlarına baxaq. 80 derəcə şimal enliyi, 75 derəcə qərb uzunluğunda yerləşir. Kanadaya məxsusdur. Banks torpağı, yəni bu adada Kanada Arktik arxipelagının iri adalarından biridir. İnzibati cəhətdən Kanadanın şimal-qərb əraziləri vilayətinə daxildir. Banks torpağı. Sahəsi qeyd olunmuşdur, əhalisi qeyd olunmuşdur və coğrafi koordinatları 73 derəcə şimal enliyi, 121 derəcə qərb uzunluğu Kanadaya məxsusdur. Devon adası da yenə də Kanada Arktik arxipelagına daxil olan iri adalardan biridir. Nunavut vilayətinin Qikiqtarjuq regionuna aiddir. Coğrafi koordinatlarına baxaq. 75 derəcə şimal enliyi, 100 derəcə qərb uzunluğunda yerləşir. Əhalisi və sahəsi burada qeyd olunmuşdur. Devon adası. Aksel Heiberg adası burada qeyd olunmuşdur. Yenə də arxipelaga daxildir. Arxipelagdan qərbdə Ellsmere adası yerləşir. Ondan yuxarı demək Eureka boğazı vasitəsilə ayrılır. İnzibati cəhətdən Nunavut vilayətinin Qikiqtani regionuna daxildir. Və sahəsi burada qeyd olunmuşdur. Əhalisi 8 nəfərdən ibarətdir. Kanada ərazisi hesab olunur. 80 derəcə şimal enliyi və 90 derəcə qərb uzunluğunda yerləşir. Melville adası. Melville adası da yenə də Kanadanın şimalında yerləşən adadır. Sahəsi 42.149 kvadrat kilometr. Coğrafi koordinatları 75 derəcə şimal enliyi və 110 derəcə qərb uzunluğu Kanadaya məxsusdur. Kanada Arktik arxipelagında yerləşir. Aiddir. Wales Şəhzadəsi adası Kanada Arktik arxipelagına aid adadır. Yenə də sahəsi burada qeyd olunmuşdur. Coğrafi koordinatları 71 derəcə şimal enliyi, 105 derəcə qərb uzunluğu. İnzibati cəhətdən Kanadanın Nunavut vilayət ərazisinə daxildir. Yəni həmin ərazidə yerləşir. Coğrafi koordinatları 64 derəcə şimal enliyi, 94 derəcə qərb uzunluğu Kanadaya məxsusdur. Sahəsi 41.214 kvadrat kilometr. Əhalisi 721 nəfər. Madagaskar adası Hind okeanında yerləşən Afrikanın ən böyük adası. Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsinə görə 4-cü ən böyük adasıdır. İqlimi tropikdir. Cənub hissəsində subtropik iqlim hakimdir.
Coğrafi koordinatları 19 dərəcə cənub enliyi, 47 dərəcə şərq uzunluğunda yerləşir. Sahəsi 58.000, demək 587.041 kvadrat kilometrdir. Hündür nöqtəsi 2961 metrdir.